Gündəlik istifadə etdiyimiz kağız dəsmalların dəri sağlamlığında düşündüyümüzdən də artıq önəmli rolu var. Bir dermatoloq olaraq ən çox rast gəldiyim xəstəliklər dəri bariyerinin pozulmasının əlaqədar olan xəstəliklərdir. Dəri bariyeri pozulduğu zaman dəri daha da həssas olur və biz dəri ilə təmas edən materialları doğru seçmək məcburiyyətindəyik. Bu əsasdan da kağız dəsmalların istifadə olunmasına önəm veririk. Onların selluloz əsaslı olması, yüksək oturuculuq qabiliyyətinin olması və eyni zamanda birdəfəlik istifadəyə yararlı olması daha çox əhəmiyyət kəsb edir. Məsələn, akne xəstəliyi zamanı biz pasientlərə tövsiyə edirik ki, kağız dəsmallara üstünlük versinlər. Çünki parça dəsmallar daha çox mikrobların yığılmasına və nəm şəraitdə böyüyərək təkrar bu xəstəliyin ağırlaşmasına səbəb olur. Bundan başqa, hal-hazırda daha çox yaygın olan dəri göbələk xəstəlikləri, hansı ki, bu dövrdə müalicəyə çox çətin tabe olur. Bu xəstəliklərdə də mütləq kağız dəsmallardan istifadə olunmasına önəm veririk. Yəni, bir həkim olaraq kağız dəsmalları dəri xəstəliyinin müalicəsi kimi yox, müalicədə köməkçi vasitə kimi istifadə etməsi tövsiyə edirik.